Salam, bugünkü mövzumuz funksiya anlayışıdır. Bugün funksiyanın təyin oblasti nədir, funksiyanın qiymətlər çoxluğu nədir və funksiya hansı üsullarla verilə bilər kimi sualların cavabını verəcəyik. Həmçinin funksiyanın təyin oblastının tapılmasına aid bir neçə misalın həllini verəcəm. İlk olaraq funksiya nədir? Funksiya sözü köhnə latın mənşəli sözdür, funktio sözündən götürülmüşdür və yerinə yetirmək, başa çatdırmaq mənasını verir. Təbiətdə bir çox hadisə bir-birləri ilə müəyyən uyğunluqlar, müəyyən asılılıqlar ilə bağlıdırlar. Məsələn, belə düşünə bilərsiniz ki, su 0 Celsiusda donmağa başlayır, 100 Celsiusda qaynamağa, buxarlanmağa başlayır. Deməli, 0-100 arasında isə su maye halında qalır. Yəni, suyun temperaturu və onun aqreqat halı arasında müəyyən asılılıq mövcuddur. Bu asılılıqlar təkcə burada yox, digər sahələrdə də var. Yəni, çox vacib mövzudur bu mövzu. Biologiyada, kimyada, fizikada, mühəndislikdə və digər bütün demək olar ki, sahələrdə bu anlayışa rastlamaq mümkündür. Həmçinin funksiya anlayışının tərifini və digər mənalarını, məsələn, qiymətlər çoxluğunun təyin oblastını anlamaq bizim gələcəkdə diferensial hesab və digər hesablarda da böyük köməyi dəyəcək. İndi gəlin funksiyanın riyazi tərifini verək. Bundan sonra isə qorxmayın, hər hansı bir anlaşılmazlıq olsa analogiya ilə asan şəkildə başa salacağam. Deməli, riyazi tərif belədir. Verilmiş x çoxluğundan götürülmüş hər bir x elementinə y çoxluğundan yeganə bir y elementini qarşı qoyan qanuna biz funksiya deyirik. Burada hər bir x və yeganə y elementi anlayışlarını dərindən qavramaq lazımdır ki, tərifi tam qavraya biləsiniz. Bunun üçün gəlin belə bir analogiya baxaq. Deyək ki, bizim bir şirəçəkən maşınımız var. Olsun ayaqları. Və bizim bir səbət meyvəmiz var. Məsələn, səbətin içərisində alma, armud, çiyələk və sair meyvələr var. Bizim bu səbətimiz, yəni bütün meyvələri içərən səbətimiz bizim təyin oblastımız adlanır. Yəni bu x-dir. Bu x təyin oblastı, y isə qiymətlər çoxluğu adlanır burada. Burada bu alma, armud, çiyələk kimi şeylər isə x çoxluğunun elementləridir. Yəni kiçik x-lərdir. Burada bu arada kiçik x-lər, yəni x çoxluğunun elementləri, təyin oblastının elementləri sərbəst dəyişən və yaxud arqument adlanır. Y elementinin, yəni qiymətlər çoxluğunun elementləri y-lər isə deməli asılı dəyişən adlanır. Deməli biz burada x çoxluğundan deyək ki, meyvələri götürürük və sıra-sıra soxçəkən maşınımıza yerləşdiririk. Aydındır ki, buradan alma biz götürüb buraya almanı qoysaq, bizə alma şirəsi verəcək. Yəni almanı qoyduqda çiyələk şirəsi almaq kimi bir şansımız yoxdur. Buna görə də biz nə demişdik? Yeganə y elementini qarşı qoyan. Yeganə y elementini. Yəni biz buraya x qoyduqda yeganə bir y elementi verəcək. 2 dənə məsələn, yəni alma sokunu, almayı buraya qoyduqda bizə həm alma soku, həm də armud soku verə bilməz. Yalnız alma sokunu verəcək. Həmçinin çiyələk qoyduqda, yəni başqa bir x qoyduqda, element qoyduqda bizə çiyələk şirəsini verəcək və s. Biz nə demişdik? Hər bir x elementinə, hər bir x çoxluğuna götürülmüş x elementinə, yəni bütün bu səbətin içərisindəki meyvələri bu şirəçəkən çəkə bilməlidir. Bu şirəçəkən biz f olaraq işarə edirik, y olaraq işarə edirik, h olaraq işarə edirik. Buna asıllıq, yəni bir düstur şəklində verilir, bəzən qrafik şəklində, bəzən cədvəl şəklində, onu da birazdan qeyd edəcəyik. Bu asıllığa biz funksional asıllıq deyirik. Hər bir, deməli, burada məsələ, yəni bu nə deməkdir? Məsələn, burada elə bir element olmamalıdır ki, bu şirəçəkənə qoyduqda bizə y elementi verə bilməsin. Yəni, məsələn, daş düşünün, burada bir daş var, daşı şirəçəkənə atdıqda nə olacaq? Şirəçəkən xarab olacaq. Yəni, hər hansı bir y elementi qarşı qoya bilməyəcək. Deməli, analogiya olaraq biz müəyyən bir şeyi qavradıq. İndi gəlin, vizuallaşdıraq, yəni bir çoxluq götürək, 2 ədəd çoxluq götürək daha doğrusu. Bir x çoxluğu və bir y çoxluğu götürək. Bunlar arasında, məsələn, burada A, B, C, D, E, x çoxluğunun elementləridir. Burada x təyin oblastı, y isə qiymətlər çoxluğudur. 1, 2, 3, 4, 5 kimi də bunun elementləri deməli verilmişdir. Burada A, B, C-ni bizim səbətdəki meyvələr, x-i bizim səbətimiz, y-ki deməli şirəni çəkdiyimiz
qablar olaraq düşünə bilərsiniz. Bu da deməli həmin şişənin növləridir. 1, 2, 3, 4, 5. İndi deyək ki, belə bir bizim funksiyon asıllığımız verilmişdir. F asıllığı verilmişdir. A-nı biz deməli funksiyanın içinə qoyduqda bizə 1-i verir, B-ni verdikdə 2-ni verir, C-yə 3-ü verir, D 4-ü verir, E isə 5-i verir. Bu ayındakı funksiyonal asıllıqdır. Yəni bir funksiyadır burada F. Niyə? Çünki hər bir x elementinə yeganə ilk elementi qarşı qoyuldu. Həmçinin F belə də ola bilər ki, məsələn, A-dan A həm biri A 1'i versin, B də 1 versin, C də 1 versin, D 4'ü versin, E də 5'i versin. Bu halda artıq bu da funksiyonal asıllıqdır. Niyə? Çünki hər bir elementə yenə yeganə bir element qarşı qoyuldu. Ancaq bəs nə zaman biz bunu funksiya deyə bilmərik? Biz o zaman buna funksiya deyə bilmərik ki, tərifin deməli şərtləri, yəni tərifdə dediyimiz şeylər yerinə yetirilməsin. Məsələn, A deyək ki, bizim funksiyamız A-dan həm 1-ə, həm 2-yə, həm 3-ə, B-dən məsələn 4-ə, C-dən 5-ə, D-dən yenə 4 olsun, E-dən 5 olsun, belə bir asılılıq verilsin. Bu halda bir funksiyonal asılılıq deyil, yəni funksiya deyil. Niyə? Çünki A yeganə bir ilk elementinə malik olmadı. A-nı verdik, bizə həm 1-ə, həm 2-nə, həm 3-ü verdi. Yəni belə düşünə bilərsiniz, A-nı deməli şəkənə atdıq, həm alma soku verdi, həm çiyələk soku verdi, həm calas soku verdi. Demişdik ki, belə bir şey mümkündür, aydındır. Buna görə də biz buna funksiya deyə bilmərik. Və yaxud da belə seçə bilərik ki, A 1'i versin, B 2'ni versin, C 3'ü versin, D 4'ü versin, ancaq E heç bir şeyi verməsin. Bu halda yine funksiyonal asılıq deyil. Biz nə demişdik? Hər bir x elementinə. Burada E x elementi irkə deməli funksiyonal asılılıqla keçə bilmədi. Buna görə də bu asıllıq da funksiyonal asılıq deyil, yəni funksiya deyil. İndi keçək funksiyanın deməli verilmə üsullarına. Funksiyalar 3 üsulla verilə bilər. Deməli cədvəl üsulu, analitik üsul və qrafik üsulu. İlk önce cədvəl üsulunu nəzərə yetirək. Deməli cədvəl üsulunda belə bir cədvəl verilir. Cədvəlin bir hissəsində x-in elementləri, yəni x çoxluğu təyin olunması, digərində y-in, yəni qiymətə çoxluğunun elementləri verilir. Belə kletkalara bölünür. Mesela hansı asılığa baxaq? Gəlin asan olsun deyə x kvadrat asılılığına baxaq. Yəni burada x-sə da, xn-sə da, burada xn kvadratı bizə verəcək. Mesela burada necə verilir onda cədvəl üsulunda? Mesela 1, 2, 3, 4, nöqtə və s. Burada nə olacaq? 1'in kvadratı deməli 1, 2'nin kvadratı 4, 3'ün kvadratı 9, 4'ün kvadratı 16 və s. Gördüyünüz kimi hər bir x elementinə yeganə bir ilk elementə qarşı qoya bildik. Yəni bizim tərifimizə tamamilə uyğundur. Ona görə də deyirik ki, belə halda biz funksiya cədvəl üsulu ilə verilmişdir. İndi gəlin qrafik üsuluna nəzər yetirək. Funksiyanın arqumentini, yəni sərbəst dəyişən, yəni x-i funksiyanın qiyməti ilə, yəni funksiyanın asıl dəyişəni ilə biz bir cütlük şəklində yaza bilərik. Və bu cütlükləri koordinat müstəvisinə daşıyıb bir nöqtə koordinatları, yəni x, y koordinatları olaraq götürür. Onu müəyyən bir cəmləmə şəklində yaza bilərik. Bu halda bizə bir qrafik verilir və bu qrafik artıq bizim funksiyamızın qrafiki olur. Gəlin daha yaxşı başa düşmək üçün çəkək və misal verək. Yenə x kvadratı, asan olsun deyə x kvadratdan gedəcəm. Funksiyanın qrafikinin çəkilməsini gələcək videolarda başa salacağımdan burada qısaca sadəcə verilmə üsulunu başlayacağım. Məsələn, deyək ki, funksiya burada x olur, adətən burada y olur, ola bilər yerlərini dəyişik versin, amma çox vaxt belə olur. X burada təyin olmasıdır, y qiymətlər çoxluğu olur. X deməli, x oku üzərində qiymətləri yazılır. Məsələn, -4, -3, -2, -1, 1, 2, 3, 4 və s. Yenə burada da eyni ilə 1, ondan sonra 2, 3, 4, 5 və s. qiymətlər deməli qeyd olunur. Biz demişdik ki, x kvadratı qiymətinə baxacaq. Yəni burada necə olacaqdır? Deməli 1'in x olaraq 1'i götürürük. 1'i götürdükdə
düsturumuza qoyduqda bizə 1-in kvadratını verməlidir. Yəni 1-in kvadratı da 1-dir. Bu cütlüklər 1-1 cütlüyü olur. 1-1 cütlüyü bizə bu nöqtəni verir. Bundan sonra 2'yi götürək. 2'nin kvadratı 4 olduğundan deməli funksiyanın bir nöqtəsi burada olacaq. 3 olduqda 9 olacaq. Burayı çəkməmişəm, o yuxarıda olacaq və s. Bunun qrafikini mən çəkdikdə deməli ara qiymətlər üçün də bu keçərlidir. Ancaq mən onu yazmayacağım uzun olmasın deyə. Belə bir şey olacaq. Belə bir paraboldur x kvadrat funksiyasının qrafiki. Biraz əyri çəkdim, amma heç nə olmaz. Gördüyünüz kimi, əgər belə bir qrafikdə verilibsə da biz funksiyanın qrafikinə x oxunun istənilən nöqtəsindən bir dənə deməli düz xətt çəkirik, o y oxuna paralel. Burada gördüyünüz kimi bir yerdə y oxunu, daha doğrusu qrafiki kəsir. Qrafik ola bilər əyri olsun, aşağı olsun, fərqi yoxdur. Biz qrafikə tərəf bu düz xətt çəkəcəyik. Bundan sonra kəsişən nöqtədən həmən bu deməli paralelə bir perpendikulyar çəkəcəyik və oradan uyğun olaraq deməli həmən qiyməti tapmış olacaq. Y qiymətini tapmış olacaq. Yəni burada belə düşünə bilərsiniz ki, funksiyanın y qiyməti buradan bir deməli işıq tuturuq. İşıq tuturuq buraya kölgəsi düşür. Yəni bunun proyeksiyası düşür. Proyeksiyası buradan aydındır ki, buradan buraya kölgə saldıqda 4'ə qədər düşəcək. Yuxarıdan saldıqda isə, bu hissəni saldıqda isə gördüyünüz kimi buradan belə kəssək bu hissəyə düşəcək. Yəni 2 olacaq. Bunu proyeksiya olaraq da düşünə bilərsiniz. Ancaq həmişə bu qrafiklər funksiyanın qrafikini verməyə bilər. Yəni hər qrafik funksiya qrafikdir deyə bilmərik. Niyə? İndi onu da deməli göstərək. Biz tərəfdən demişdik ki, hər bir x qiymətinə yeganə y elementi uyğun gəlməlidir. Məsələn, indi bir ədəd belə bir fiqur çəkək. Bu fiqurda gördüyünüz kimi bir x elementinə, məsələn 1'ə həm bu nöqtə, yəni 1, həm də deməli belə çəksək, həm də 5 uyğun gəldi. Yəni bu mümkün deyil. Deməli bu bizim bu fiqur funksiya qrafiki deyil. Yəni funksiyanın qrafiki olmağına ötürü bir grafikin o y oxuna paralel düz xəttlər onu yalnız bir nöqtədən kəsməlidir. Yalnız 1, 2, 3 və s. çox olduqda artıq bu funksiya qrafiki olmur. Məsələn, bu gördüyünüz kimi bir dənə çəkək. Gördüyünüz kimi paralel çəkdik o y oxuna. Buraya 0 deyək. Bu halda 2 yerdən kəsdi. Ancaq digər deməli funksiyada 1 yerdə kəsirdi. Məsələn, belə də düşünə bilərsiniz. Belə də deyək funksiyamız var. Bu funksiya qrafikdir deyə bizdən soruşa bilərlər. Bu funksiya qrafikdirmi? Döyümü onu necə yoxlayırıq? Bir dənə deməli o y-ə paralel çəkirik. Gördüyünüz kimi bir yerdə kəsir. Gördüyünüz kimi bir yerdə kəsir. Hər yerdə bir yerdə kəsir. Deməli bu funksiyanın qrafikidir. İndi funksiyanın ən çox verilən, deməli ən çox bizim qarşımıza çıxan hesablamada istifadə etdiyimiz verilmə üsuluna keçirik. Buna analitik üsul deyirlər. Analitik üsul adətən ümumi olaraq belə yazılır. Y bərabərdir f x. Burada y çoxuna götürülmüş y elementi, x arqument gördüyünüz kimi, f isə verilmiş funksiyonal asıllıqdır. Məsələn, bir dənə analitik üsulla sadə bir dənə funksiya yazaq. Y bərabərdir 5x plus 2. Bu funksiyonal asıllıqdır. Daha doğrusu funksiyonal asıllıq şəklində verilmişdir, funksiya şəklində verilmişdir. İndi gəlin buna, məsələn, x bərabərdir 1 deyək. X bərabərdir 1-də biz y qiymətini tapa bilərik. Əlbəttə tapa bilərik. Biri buradan qoyduq x-in yerinə. Deməli, əgər y bərabərdir, x bərabərdir 1-də 5 vurulsun 1, üstə gəlinsin 2 bərabərdir. 5-i 1-ə vurduqda 5, üstündən 2 gəldikdə 7. Deməli, x bərabərdir 1 olduqda y bərabərdir 7 elementini bizə verir. Ola bilər ki, funksiyanın deməli, analitik üsulu verildikdə funksiya bir qayda ilə yox, bir çox qayda ilə verilsin. Məsələn, fx. Burada fx ilə y ekvivalent yazılışlardır. Yəni fərq eləmək, belə də yaza bilərlər, belə də yaza bilərlər. Məsələn, olsun burada 9x plus 5 x böyük 0-da. Burada olsun 5x plus 2 x kiçikdir 0-da. Və x-in özü olsun bir dənə də x bərabər 0-da. Biz burada 0-dan böldük. Ola bilər fərqli yerlərdən bölünsün, bir çox qayda ilə uzadılsın, verilsin. Belə funksiya biz parçalı funksiya deyirik. Parçalı funksiyanın qiymətinin hesablanması əslində çox asandır. Bizə məsələn x-in qiymətini verir, deyir ki, x məsələ 5-dir. X 5 olarsa,
Baxırıq hansı şərti qarşılayır. Gördüyünüz kimi 5 sıfırdan böyük olduğuna görə bu şərti qarşılayır. Yəni bu düsturla hesablayacaq. Deməli 5-i x-in yerinə qoyacaq. 9 və 5-in 45 plus 5 50. Deməli x bərabərdir 5 olduqda y bərabərdir 50 qiymətini verir. X 0 olduqda nə verir? X 0 olduqda yenə bu şərtlərə baxırıq. X 0-da x-dir, yəni özüdür. X 0-dırsa da onda y də bərabərdir 0 olacaq. Kiçik olduqda da yenə eyni düsturla hesablayacaq. Bir də funksiyanı analitik şəkildə verdikdə, ola bilər funksiya aşkar şəkildə verilsin, bir də qeyri-aşkar şəkildə verilsin. Əgər funksiya y dəyişəninə nəzərən həll olunmuşdursa, biz bu halda deyirik ki, funksiya aşkar şəkildə verilib. Əgər olunmuyorsa da qeyri-aşkar şəkildə verilib deyirik. Məsələn, deyək ki, funksiya tənli şəkildə, məsələn, belə bir tənli şəkildə verilib. 5x plus 3y ya da y olsun, hansısa olsun söyleməyimiz çıxaq 1 bərabərdir 0. Bu qeyri-aşkar şəkildə verilir. Yəni aşkar deyil. Aşkar şəkil gətirməkdən sonra buradan y tapırıq. Y bərabərdir. Deməli, y bir ad deyəndə mənfi olar. Bunları mənfiyə vurarıq. Minus, deməli 5x üstə gələk 1. Gördüyünüz kimi belə bir ifadədir. Yəni tənlikdən biz funksiyanın aşkar şəklini təyin elədik qeyri-aşkarda. Funksiya bir də fizikada və digər sahələrdə ola bilsin ki, parametrik şəkildə verilsin. Yəni o artıq düstur belə olmur onda belə olur. Deməli t dəyişəni verilir. Hansı ki t dəyişəni böyük t çoxluğuna daxildir. Bundan sonra x bərabərdir phi t və y bərabərdir psi t şəklində verilir. Bu halda parametrik şəkildə verilir deyirik funksiya. Burada phi və psi istədiyimiz kimi dəyişə bilər adlarını, sadəcə nömrələmədir. Ancaq ümumi şəkildə belə yazılır. Gəlin bir parametrik funksiya yazaq və onu qeyri-aşkar şəkildən aşkar şəklə çevirək. Məsələn, x bərabərdir 6 plus t, y bərabərdir deməli 3 t çıxaq 2 olsun. Buradan bunu sistem tənli şəkildə fikirləşə bilərsiniz. Yəni y-ə nəzərən həll etdikdə necə həll edəcəyik? İlk öncə üstdəkini t-yə nəzərən həll edərik. T bərabərdir x çıxaq 6, y bərabərdir 3t çıxılsın 2. Buradan isə y bərabərdir t-nin yerinə qoysaq 3x çıxaq 6 çıxaq 2. O da bərabərdir 3x çıxaq 18 çıxaq 2. Deməli y bərabərdir 3x çıxaq 20 aldıq. Və beləliklə funksiyanın aşkar şəkli bu halda oldu. Onu da qeyd edeyim ki, funksiya qeyri-aşkar şəkildə verildikdə bunu kitablarda, bəzi kitablarda belə də ifadə edirlər. F deməli x, y bərabərdir 0. Bəzən burada dəyişənlərin sayı çox halda x, y, z və s. gedir. Biz hal-hazırda tək dəyişənli funksiyaları nəzər yetiririk. Gələcəkdə inşallah çox dəyişənlərə də keçəcəyik. Həmçinin funksiya belə də verilir, belə də göstərilir. Bəzən belə də göstərilir. F 2 nöqtə qoyulur, x-dən y-ə. Bu nə deməkdir? F funksiyası x təyin oblasından y qiymətlər çoxluğuna təyin olunmuşdur. Yəni bu belə oxunur. Kitablarda buna da rast gelirsiniz. Ali kitablarda, ali rica kitablarında ona görə verirəm ki, deməli oxumağınız asan da olsun. Analitik şəkildə verilən funksiyalarda xüsusi yer tutan bəzi funksiyalar var. Bunlara elementar funksiyalar deyilir. Hal-hazırda siz elementar funksiyaları ekranda görürsünüz. Qarşısında onların şərtində qeyd edilmişəm. Gələcəkdə elementar funksiyalara dərindən toxunacağımızdan, yəni tək-tək funksiyaların qrafiklərlə tər çəkildiyini, onların xüsusiyyətlərini nəzər yetirəcəyimizdən qısa da göstərirəm hal-hazırda, yəni dəyinmirəm. İndi gəlin funksiyanın təyin oblasti və qiymətlər çoxluğunun tapılmasına keçək. Funksiyanın təyin oblasti D f şəklində göstərilir. Qiymətlər çoxluğu isə E f şəklində göstərilir. Məsələn, bir ədəd funksiya yazaq, onun təyin oblastını tapaq. İlk olaraq asanlıqdan başlayaq. Y bərabərdir 5x plus 2. Gördüyünüz kimi bu xəttidir. Yəni belə funksiyalar belə verildikdə sadə şəkildə gördüyünüz kimi kvadrat və s. hər hansı bir şey yoxdur. Çox sadə bir funksiyadır. Bu funksiyaların deməli təyin oblasti bütün həqiqi ədədlər çoxluğu olur. Yəni df
bərabərdir R olur. Niyə? Çünki funksiyanın təyin oblasti nə deməkdir? Funksiyanın oradan ala biləcəyi qiymətlər. Ola bilər ki, funksiya verildiyi düsturda qeyri-müəyyənlik yaradılsın. Qeyri-müəyyənlik yaradılırsa da biz orada deyirik ki, o qeyri-müəyyənlikləri çıxırıq və funksiyanın deməli təyin oblastını tapmış oluruq. Burada hər hansı bir qeyri-müəyyənlik olmadığından deməli bütün həqiqi ədədlər çoxluğu bu funksiyanın deməli təyin oblastıdır. İndi bir ədəddə belə bir funksiyaya baxaq. Y bərabərdir 5x plus 9 olsun. Altında da olsun x plus 9. Bu halda biz bilirik ki, kəsrin məxrəci 0 ola bilməz. Yəni 0 olduqda qeyri-müəyyənlik yaranacaq. Hər hansı bir ədədi 0-a bölmək nə deməkdir bilmirik. Buna görə də biz bunun deməli təyin oblastını tapmaqdan ötürü əvvəlcə qeyri-müəyyənlik yaranan hissələri tapmalıyıq. Yəni x plus 9 bərabərdir 0 deyirik. Buradan tənliyi həll edirik. Bu çox sadə bir versiyada ola bilsin ki, daha çətin olsun, kvadrat tənliyi olsun və s. Kvadrat tənliyi olduqda 2 kök ola bilər. Bu 2 kökdə həmən 2 kökü çıxırıq. Onda olur bizim həqiqi ədədlər çoxluğu. Daha doğrusu həqiqi ədədlər çoxluğundan çıxılmış həmən ədədlər bizim olur təyin oblastımız. Burada deməli x bərabərdir minus 9. Deməli r çıxaq minus 9 bizim bu funksiyanın təyin oblastıdır. Bir ədəddə baxaq, deməli köklü ifadəyə məsələn ola bilər 6x çıxılsın, məsələn 24 olsun. Burada onu da qeyd edeyim ki, bizim baxdığımız hal-hazırdakı bütün təkdərşanlı funksiyalar, yəni bütün funksiyaların hamısı təyin oblasti, daha doğrusu funksiyaların təyin oblasti biz həqiqi ədədlərin alt çoxluqları olaraq götürürük. Yəni kompleks ədədlər nəzəriyyəsinə girmirik. Burada məsələn bunun kompleks ədədlər nəzəriyyəsində kök tapmaq olar, i olaraq çıxardacaq minus olduqda. Biz bilirik ki, kök altında minus 1 bərabərdir i-yə. Buradan biz kök tapıb hesablaya bilərik. Amma kompleks ədədlər nəzəriyyəsinə girmirik. Yəni biz həqiqi ədədlər çoxluğunda işləyirik. Yəni burada onu qeyd edeyim ki, x alt çoxluğudur. Deməli, həqiqi ədədləri. Bəli, indi kök altındakı ifadə biz bilirik ki, mənfi ola bilməz. Niyə mənfi ola bilməz? Mənfi olsa da mənfidən kök çıxır. Mənfi 5-dən kök çıxartmaq nə deməkdir? Yəni hər hansı bir ədədi özünə vuracaq və mənfi 5 alınacaq. Biz də bilirik ki, mənfinin mənfiyə hasili müsbətdir, müsbətin müsbətə də hasili müsbətdir. Ona görə belə bir şey mümkündür. Yəni bu ifadənin altı, kök altındakı ifadə ya 0 olacaq, ya 0-dan böyük olacaq. Onda bunu qeyri-müəyyənlik yaradan deməli hissəni tapmaqdan ötürü biz belə yazırıq. 6x çıxaq 24 böyükdür və yaxud bərabərdir 0-dan. Deməli, bu bərabərsizliyi gəlin həll edək. 6x böyükdür bərabərdir 24-dən. X bərabərdir 24 bölü 6, 24 bölü 12, 4. Deməli, böyükdür bərabərdir 4-dən. Gördüyünüz kimi 4-dən böyükdür bərabərdirsə da bizim bu ifadəmiz o halda bizim funksiyamızın deməli təyin oblastı olur. Yəni, belə yaza bilərik. 4-dən müsbət sonsuzluğa bərabərdir Bəli. Gəlin biraz daha mürəkkəbləşdirək. Həm kök altı olsun, həm də kəsr olsun. Məsələn, y bərabərdir kök altında x çıxaq 16 olsun. Kəsrdə olsun x plus 10. Bəli, x plus 10. Bunu həll etməkdən ötürü biz bilirik ki, deməli, yenə kök altı ifadə 0-dan böyük olmalıdır və yaxud bərabər olmalıdır. Çıxaq 16 bölək. X plus 10 böyük bərabərdir 0-dan. Bəli, böyük bərabərdir 0-dan. İndi sürət və məxrəci 0 eləyən ədədlərə baxırıq. Y çıxaq 16 bərabərdir 0. Buradan deməli alırıq ki, x bərabərdir 16-ya. Buradan yenə ikinciyi alırıq. X plus 10 bərabərdir 0-a. Onu da alırıq ki, x bərabərdir minus 10-a. Deməli, intervallar üsulundan, yəni cədvəl qurma üsulundan istifadə edəcəyik. Burada mütləq cədvəl qursaq yaxşı olar, çünki səhv etmək ehtimalımız çox düşür bu halda, minus 10. İndi nə edirik? İndi biz demişdik ki, bu hissə müsbət olmalıdır. Bu hissə müsbət olmalıdır. Və onu da qeyd edək ki, deməli,
x minus 10 ola bilməz. Onu da qeyd edək qoyun. Çünki onda kəsir kəsirin məxrəci 0 olacaq. Bu halda geriməlik yaranacaq. Yəni bərabər ola bilməz minus 10-a. Onu yaddan çıxartmaq lazımdır. Ona görə ki, sonradan biz təyin oblasını quranda o mütləq bizə lazım olacaq. İndi gəlin minus 10-un sol tərəfindən götürürük. Bu halda nə qalacaq? Minus 10-un sol tərəfindən götürürük, ortasına götürürük, altdan oxağa götürürük. Yəni burada istədiyimiz ədədləri götürə bilərik, ancaq bu intervalların daxilində. Onu yazıdan çıxartmayın. Buradan nə götürə bilərik? Minus 10-dan bu tərəfi götürək. Məsələn, nə qoyaq? Minus 10-dan kiçik olsun minus 12. Minus 12 çıxaq 16. Burada da minus 12 plus 10. Deməli, bərabərdir. Minus 12 çıxaq 16 minus 28. Minus 12 plus 10 bizə minus 2 verər. Gördüyünüz kimi ikisi də mənfi olduğuna görə elə baş hesablayaq 14. Yəni müsbət alındı. Deməli, bu hissəmiz müsbətdir. İndi ortalarından bir qiymət qoyaq. Minus 10 ilə 16 arasında 10 qoyaq. Məsələn, x çıxaq, x olmasın 10 çıxaq 16, 10 plus deməli 10 bərabərdir. 10-dan 16-dan çıxdıqda minus 6, 10 üstünə 10 gəldikdə 20, mənfi müsbətə böləcəyimizdən mənfi olacaq. Deməli, bu hissə mənfidir. İndi isə son hissə 16-dan anırı qoyacaq. Deməli, 20 çıxaq 16, 20 plus 10 bərabərdir. 20-dən 16 çıxdıqda məsələ ola bilər 4, 20, 30. İkisi də müsbət olduğundan deməli, bura nə olacaq? Müsbət olacaq. Biz demişdik ki, kök altı ifadə ya 0-a bərabər, ya 0-dan böyükdür. Ona görə də bizə müsbət intervallar lazımdır. Və xatırlayırıq, minus 10 bizim təyin oblasına daxil ola bilməz. Yəni, deməli, bizim df və dfx olaraq da işarə edilir. Bu müddətdə belə işarə edilir ki, deməli, bura müsbətdir. Müsbətdirsə də bir dənə sonsuzluq hara kimi, minus 10-a kimi. Ancaq minus 10-un demişdik özü daxil deyil. Bir dənə birləşmə. 16-nın özü daxildir. Elə burada görsəniz 16-yı qoydan 0. 0 bölünə nə? 0 olacaq. Kök altında 0-da elə 0 çıxdığından hər hansı bir qeyməlik yaranmayacaq. Buna görə də buraya da deməli yazacaq. 16 bu intervala daxildir. Plus sonsuzluq. Deməli bizim bu çoxluğumuz bizim fx funksiyamızın təyin oblastıdır. Funksiyanın qiymətlər çoxluğuna misal verməyəcəm. Bunun səbəbi o funksiyanın qrafikindən, funksiyanın xarakteristikasının çox asılıdır. Yəni burada bir iki məsələn bunları artıq dediniz ki, funksiyanın təyin oblasını tapmaqdan ötürü onu qeyri-müəyyən edən nöqtələri tapmalıyıq və bütün həqiqətlər çoxluğuna çıxmalıyıq. Süjet tutardı. Ancaq şeydə elə deyil. Qiymətlər çoxluğunda elə deyil. Qiymətlər çoxluğunda biraz mürəkkəbdir. Digər videolarda getdikcə artıq funksiyalar tanımağa başlayacaq. Bütün bəzi funksiyaların növlərini göstərəcəm. Artıq orada yavaş-yavaş qiymətlər çoxluğunu tapdıqca siz qiymətlər çoxluğunu asan şəkildə tapa biləcəksiniz. Yəni qavrayacaqsınız bunu da. Deməli, bu günlük bu qədər. Sağ olun, gələn dərslərdə görüşənədək.